Novruzun hər anını necə maraqlı göstərmək olar? Azərsel çox yaxşı bir həll tapıb. İzləyək. Nənə, mən gəldim. Həmişə siz gələsiz. Nəvələri gördüm, deyəsən paxlava yaddan çıxdı. Balaca, paxlavanı biraz gözləməli olacaq. Bu çaxda ənənəvi hekayəyə fərqli yanaşma gətirirlər. İndi izah edirəm. Adətən bu cür görüntülərdə kamera müşahidəçi rolunu oynayır. Ancaq burada isə məhz rəmzlərin gözündən insanları görürük. Bu yanaşmaya qəhrəmanın baxış bucağı deyirlər. İlk səhnədə paxlavanın, ardıcan bayram yumurtasının, səmənnin, papağın gözündən insanlara baxırıq. Mağazadan götürülən taxta yeşiyindən tonqala yaxınlaşır, tonqal ətrafında yığışan insanlara şahid oluruq. Bu yolla marka Novruz bayramının simvolik dəyərini açmağı bacarır. Üstəlik sonda telefonda danışan ailəsindən uzaq gənci göstərirlər. Sanki bütün gördüklərimiz həm də o gəncin gördükləridir. Bayramın hər anı gözəldir sloqanı isə bütün konsepsiyanı birləşdirir. Ənənələrimizi qoruyaraq maraqlı və yeni yanaşma tapa bilən Azərselə əhsən. Bəs siz qəhrəmanın gözündən göstərilən hansı məşhur səhnələri xatırlayırsınız?